Belə bir sual paylaşmışdıq. 3 tip adamdan, dağdan enəndən, dindən dönəndən, sonradan görəndən uzaq gəz. Verilmiş cümlədəki sayı bir vahid azaldaraq işlətsək, nə baş verər? Və yaxud da nə etməliyik ki, cümlə yenə də məntiqi olsun. Burada gördüyünüz kimi 3 tip adamdan danışır. Məşhur nümunədir. Dağdan enən, dindən dönən, sonradan görən. Bunlardan uzaq gəzmək lazımdır. Və bunlar 3 tip adamdır. Amma bizə deyir ki, verilmiş cümlədəki sayı bir vahid azalt. Say hansıdır? 3. Bir vahid azaldığında nə olur? 2. 2 tip adamdan, dağdan enəndən, dindən dönəndən, sonradan görəndən uzaq gəz. 3 nəfər oldu. 3 nəfərsə necə bu? 2 tipin içində gedə bilər. Nə etmək lazımdır? Qoşa nöqtənin əvəzinə vergül yazmaq lazımdır. Mən qoşa nöqtənin əvəzinə vergül yazsam belə olacaq. 3 tip adamdan vergül, dağdan enəndən, dindən dönəndən, sonradan görəndən çox məntiqsiz bir şey alınır. Heç cür onu yazmaq olmur ora. Birinci vergüldən sonra yəni artırılmalıdır. 3 tip adamdan, dağdan enəndən, yəni dindən dönəndən uyğun gəlirmi? Xeyr. Dindən dönən dağdan enənin əlavəsi ola bilməz axı. Dağdan enəndən, yəni ki, dindən dönəndən. Ona görə B də ola bilməz. İkinci vergülün əvəzinə tirə yazılmalıdır. Baxaq, 3 tip adamdan, dağdan enəndən, dindən dönəndən, tirə, sonradan görəndən uzaq gəz. Bu mümkündür. Çünki sonradan görən dağdan enən və dindən dönəni ümumiləşdirə bilər. Ümumiləşdirici söz kimi işlənə bilər. Deyə bilərsiniz ki, axı burada artıq ümumiləşdirici söz var. Bəli, var, amma həmcins üzvlərin hər iki tərəfində ümumiləşdirici söz işlənməsi mümkündür və durğu işarələrdəki yenə də əvvəldə gələndə ümumiləşdirici söz qoşa nöqtə, sonra gələndə tirə qoyulur. Məna baxımından da dağdan enəndən, dindən dönəndən, yəni ki, bunları ümumiləşdirirəm, sonradan görəndən uzaq gəz. Çünki kimsə dağdan enirsə, elə şeylər var ki, dağda var, şəhərdə yoxdur. Elə şeylər də var ki, şəhərdə var, dağda yoxdur. Və yaxud da dindən dönür. Kimsə dindar həyat yaşayırsa, onun müəyyən məhdudiyyətləri, qadağaları olur. Amma dindən dönürsə, bəzi məsələlərlə sonradan tanış olur, sonradan görür. Yəni, sonradan görən həm dindən dönəni, həm dağdan enəni ümumiləşdirə bilər. Ona görə də mən buraya tirə yazsam, yenə də 2 nəfər olur. Dağdan enən, dindən dönən. Ümumiyyətlə, sonradan görəndən uzaq gəz. Ona görə də düzgün cavab oldu C. Vergüllərin biri qoşa nöqtə ilə əvəz edilməlidir. Xeyr, alınmır. Hansı vergülün yenə qoşa nöqtə qoya bilirik? Heç birinin.